Herkese salam. Bugün cemli pirog hazırlayacağım. İlk öncə un ilə yağı ovuram, umaç halına gətirirəm. Sonra isə e, bir çimdik duz halalıq üçün, bir paket vanil və bir paket qabartma, 3 yumurta, yarım stəkan duru yağ, 1 stəkan yarım isə süd əlavə edirəm. 2 stəkan dolu pesok əlavə edib qarışdırıram. Amma ilk öncədən yağ ilə unun ovuntusundan 1 stəkan götürürəm. Kənara qoyuram ki, üzərinə səpim. Bir bakışın yeter bana, dünya susar o anda. Gözlerinle açar bahar, kalbim sana akar. Ne rüzgar deler bu bağı, ne zaman siler izini.